Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Nəzərinizə çatdırım ki, Asan Xidməti könüllüləri məhz bugün Azərbaycan Avtomobil Federasiyasının avtomobilləri ilə nəzərinizə çatdırım ki, Asan Xidməti könüllüləri məhz dilbər güşələrindən biri olan İsmail rayonunun Lahıc qəsəbəsinə həmrəylik düşərgəsinə yollanır və həmrəylik düşərgəsində nələr olacaq, nə işlər görüləcək, özünüz şahidi olacaqsınız. Nəhayət ki, əziz tamaşaçılar, həmrəylik düşərgəsinə gəlib çatdıq və bir neçə dəqiqədən sonra bütün heyət məhz bizim həmrəylik düşərgəsində olacaq və bugün hərə öz yerini tutur, istirahət eləyir və sabahdan həmrəylik düşərgəsində və Lahıc qəsəbəsində işimiz başlayır. Diqqətiniz bizdə olsun. Layihə iştirakçıları hərbi qaydalara uyğun olaraq səhər saat 6-da qalx komandası ilə oyanıb, qidalanma və digər işlərini də hərbi proqrama uyğun olaraq həyata keçiriblər. Səhər saat 6-da qalx komandası ilə oyanıb,
Asan könüllülərinin həmrəylik düşərgəsinin açılış mərasimi keçirilib. Asan könüllülərinin həmrəylik düşərgəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən multikulturalizm ili elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə həmrəylik düşərgəsi layihəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbir Dövlət Sərhəd Xidmətinin hərbi orkestrının ifasında dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan İsmayıl rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün İsmayıllılar, xüsusilə də Lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət, sosial məsuliyyət, digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib. Dövlət Agentliyinin sədri həmrəylik düşərgəsində könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə, əməkdaşlarına təşəkkürünü bildirib. Daha sonra Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini General-mayor İlham Mehdiyev çıxış edərək Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanmasıdan Azərsel şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakını, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsinin vacibliyini vurğulayıb. Həmrəylik düşərgəsinin rəsmi açılış mərasimində xüsusi yer tutacağını qeyd ediblər. Sonda layihəyə dəstək olan bütün şirkətlərin bilik və bacarıqların öyrənilməsinin çıxış mərasimindən sonra rəsmilər düşərgə ərazisində və hərbi qaydada qurulmuş çadırlarda iştirakçılar üçün yaradılmış şəraitlə tanış olublar. Həmrəylik düşərgəsinin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissə ilə davam edib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vətənpərvərlik və xalq mahnıları ifa edilib. Mən qeyd eləmək istəyirəm ki, əziz tamaşaçılar, hal-hazırda həmrəylik düşərgəsində Asan könüllüləri hər biri bir araya gəlib bu gözəl tortun ətrafındadılar və bu gün bizə dəstək olan növbəti bir şirkət tərəfindən bu tort bizə göndərilib. Düz deyirəm, səhv deyirəm. Bəli, biz onlara da dərin təşəkkürümüzü bildiririk və bu günlərim gürültülü alqışlayırıq və tortumuzu kəsirik. Bravo! Rəsmi açılış mərasimində Rüfət Abbasın fərdi foto sərgisi təqdim olunub.
fotosərgidə müəllifin küçə fotoqrafiyası janrında dünyanın fərqli ölkələrindən çəkilmiş fotoları nümayiş etdirilir. Əhali və düşərgə iştirakçıları maraqla izləyiblər. Hal-hazırda Lahıc qəsəbəsində yerləşən xəstəxanada bütün Lahıc sakinləri üçün pulsuz tibbi müayinə keçirilir və Lahıc sakinləri də məhz bu tibbi müayinəyə gəlməkdə davam edirlər. Lahıc qəsəbəsində keçirilən həmrəylik düşərgəsi çərçivəsində 319 Lahıc sakini Sağlam Ailə Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən müayinə edilib. Terapevt, ginekoloq, kardiyoloq, pediatr, lor və s. kimidən ibarət pulsuz xidmətlər Lahıc Mərkəzi xəstəxanasında həyata keçirilir. Qeyd etmək lazımdır ki, demək olar ki, əksər qəsəbə sakini bu xidmətdən yararlanmışdır. Hal-hazırda tağımlara bölünmüsünüz. 4 tağım var. İndi nə edirik? Kimin adı çəkilir? Bu birinci tağımdır və gəlir burada bir cərgə düzlənir. Kimin adı çəkilsə. Boyalama təlimləri keçirlər, yəni boyanı nə cür vurmaq lazımdır, nə cür boyadan istifadə eləmək lazımdır və təlimdən sonra sözsüz ki, yer təyin olunacaq, boyalarla da təmin olunacaqlar və Əziz tamaşaçılar, hal-hazırda bu istirahət otağında bizim asan, sözsüz ki, bütün könüllülər, yəni kimlər ki, təhkim olunub boyalanmağa, həmin könüllülər gedəcəklər, başlayacaqlar Lahıc qəsəbəsində təyin olmuş nöqtələri boyalamağa. Könüllüləri əziz tamaşaçılar, Karela boyalarının dəstəyi ilə baş tutan əməyin təhlükəsizliyi təlimi çərçivəsində layihə iştirakçılarına qanunvericilikdə, habelə kollektiv müqavilələrdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə profilaktik tədbirləri, normaları və standartları aşılanıb. Eyni zamanda təlimdə iştirak etmiş könüllülər Lahıc qəsəbəsində inzibati binalarda, muzey, məktəb, məscidlərin abadlaşması işində aktiv iştirak ediblər. İştirakçılar Lahıcda yerləşən bir sıra boyanmağa ehtiyacı olan tikililəri, sakinlərə məxsus evlərin qapılarını rəngləyib, kənd sakinlərinə müxtəlif İştirakçılar Lahıcda yerləşən bir sıra bu işlərində boyanmağa ehtiyacı olan tikililəri rənç olublar. Hal-hazırda istirahət otağında asan könüllülərin növbəti təlim keçirilir. Bu təlim
sığorta ilə bağlıdır. Yəni ümumiyyətlə görün bax orada da yazılıb məsəl üçün əmək sığortası, maliyyə sığortası, həyat sığortası, yəni ümumi sığorta haqqında təlimlər keçirilir. Təlimlər sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi və sair mövzuları əhatə edib və Paşa Sığorta şirkətinin əməkdaşı tərəfindən keçirilib. Təlimin əsas məqsədi ölkəmizdə sığorta maarifləndirilməsini artırmaqdan ibarət olub. Şirkətinin əməkdaşı tərəfindən keçirilib. Təlimin əsas məqsədi ölkəmizdə sığorta Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub və onu da deyək ki, bütün layihə iştirakçıları Paşa Sığorta şirkəti tərəfindən fərdi qəza sığortası növü üzrə sığortalanmışdılar. Belə əziz tamaşaçılar, düşərgə iştirakçıları, Asan Xidmətin könüllüləri ilk gün və ilk nahar yeməyi bir neçə dəqiqədən sonra da nahar yeməyinə başlayacaqlar. Nuş olsun. Sağ ol. Başlayacaqlar. Nuş olsun. Sağ ol. Yeməyiniz necədir? Yeməklər çox yaxşıdır. Əskər yeməkləridir. Əsas odur ki, biz enerjimizi tam bərpa edə bilirik bu yeməklərlə və gün boyu bizə kifayət edir. Gördüyünüz kimi sırf əskər yeməyi olmağı da bizə ayrı bir motivasiya verir ki, biz də oradan da özümüzü hər bir xidmətdə kimi hiss edirik. Belə maraqlı keçir. Əslində təəssürat çox yaxşıdır. Çünki bu təəssüratın yüksək olmasının birinci səbəbi səmimi mühitin olmağıdır. Səmimi mühitin olma səbəbi də sırf Asan Könüllülər Təşkilatının belə bir mühitdə iştirakçıları müsbət enerjidə təmin etməkdir. Bununla yanaşı bir sıra çətinliklər olsa da, sırf idmanla bağlı problemlər olsa da, bu müsbət ab-hava bunların hamısının qarşısını ala bilir. İndi reklamlar başlayır. Gecə isə narda pulsuz və limitsiz internet başlayacaq. Dörd ədəd stikerli Nutrilon Pranutra qapağı gətirənə Libero uşaq bezi hədiyyə. Bu dəfə Gəncədəyik. Head & Shoulders keyfiyyətini yoxlamaq üçün Bərbərxandaya gəlmişik. Hansı şampla yiyorsunuz? Nə fərqi var ki? Bəs kəpək? Əşi, xeyri yoxdur yansızda. Bəlkə Head & Shoulders-ı yoxlayasan. Yoxlayaq da. Head & Shoulders baş dərisinə nüfuz edir və ilk yumadan effekt verir. Kəpək var? Demək olar ki, qalmadı. Head & Shoulders 100%-ə qədər Head & Shoulders baş dərisinə nüfuz edir və ilk yumadan effekt verir. Kəpək var? Keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sən də sına. Quvadayıq. Görək kişilərimiz hansı ürgücdən istifadə edir? Salam aleyküm. Salam aleyküm. Üzünüzü hansı ürgücdən qırxısınız? Ucuzuyla, 2 ülgüzü olanla. Necə razısan? Razıyam. Bəs birlik neçə dəfə istifadə edirsən? Az. Gəl mən sənə daha yaxşısını göstərdim. Gillette Blue 3. Bax, Gillette Blue 3-ün 3 aralı ürgücü var. Ona görə də tüklər asan yolur. Bir Blue 3 ilə 8 dəfəyə qədər tıraş ola bilərsən. 8 dəfə? Əla. Həm də sərfəli. Gillette Blue 3 8 tıraşa qədər davamlı. PNG keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sən də sına. Həyatını maksimum yaşayan azərbaycanlıların ən son düşündüyü şey kəpəkdir. Buna görə də onlar Head & Shoulders istifadə edirlər. Dermatoloqlar tərəfindən tövsiyə olunur və kəpəyi 100%-ə qədər yox edir. Sübutu budur, 100%-ə qədər kəpəksiz. Özün sına tövsiyə olunur və kəpəyi 100%-ə qədər yox edir.
Sübutu budur. 100% qədər Head & Shoulders. Həyatı 100% yaşa. Head & Shoulders 600 ml indi daha da sərfəlidir. Hər qablaşmada 200 ml hədiyyə. Alfa Tədris Mərkəzi 9, 10, 11-ci sinif şagirdləri və məzunlar üçün abituriyent hazırlığına start verdi. 3 ildir kursumuz ali məktəblərə qəbul nəticəsinə görə seçilmişdi. Qəbul nəticəmiz 97% olmuşdu. Mən Ceyhun Əliyev, Alfa Tədris Mərkəzində təhsil aldım və 632 bal topladım. Mən Mahmudova Aysu, Alfa Tədris Mərkəzində təhsil aldım və qəbul imtahanında 602 bal topladım. Kursumuzda təhsil haqqı 5 fən bir yerdə 9-cu siniflər 125 manat, 10-cu siniflər 135 manat, 11-ci siniflər 145 manatdır. Məzunların aylıq ödənişi 140 manatdır. Bu dəfə Gəncədəyik. Head & Shoulders keyfiyyətini yoxlamaq üçün bərbərxanaya gəlmişik. Hansı şampunla yiyorsunuz? Nə fərqi var ki? Bəs kəpək? Əşi, xeyri yoxdur yansızda. Bəlkə Head & Shoulders yoxlamaq üçün bərbərxanamızda gəlmişik. Yoxlayaq da. Head & Shoulders baş dərisinə nüfuz edir və ilk yumadan effekt verir. Kəpək var? Demək olar ki, qalmadı. Head & Shoulders 100%-ə qədər kəpəksiz. P&G keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sən də sına. Kaspi Uşaq Bağçasının digərlərindən fərqi nədir? Kaspi Uşaq Bağçasında uşaqlara fərdi yanaşılır və onlar müəllimlər tərəfindən xüsusi qayğı və diqqətlə əhatələnirlər. Otaqlar müasir avadanlıqlarla, keyfiyyətli yataq dəstləri və oyuncaqlarla təmin edilir. Uşaqların sağlam və təbii qidalanması və təhlükəsizliyi yüksək səviyyədə təşkil edilir. Riyaziyyat, məntiq, ana dili kimi ciddi dərslərin hər biri ayrı-ayrı müəllimlər tərəfindən əyləncəli şəkildə tədqiq olunurlar və dərslərini də sərbəst şəkildə hazırlaya bilirlər. Kaspi Uşaq Bağçası, uğurlu gələcəyin başlanğıc nöqtəsi. Olunur. Proqrama əlavə olaraq uşaqlar yaradıcılığı, 3D təxəyyülünü, məntiq və dünya görüşünü formalaşdıran dərnəklərə cəlb edilir. Kaspi Uşaq Quvadayıq, görək kişilərimiz hansı ülgücdən istifadə edir? Salam əleykum. Bağçasının məzunları məktəbə getdikləri 3D təxəyyülünü, məntiq və dünya görüşünü formalaşdıran dərnəklərə Üzünüzü hansı ülgücdən qırxısınız? Ucuzu ilə, 2 ülgücü olanla. Necə razısan? Razıyam. Bəs birliyi neçə dəfə istifadə edirsən? Az. Gəl mən sənə daha yaxşısını göstərdim. Gillette Blue 3. Bax, Gillette Blue 3-ün 3 aralı ülgücü var. Ona görə də tüklər asan yolur. Bir Blue 3 ilə 8 dəfəyə qədər tıraş ola bilərsən. 8 dəfə? Əla. Həm də sərfəli. Gillette Blue 3 8 tıraşa qədər davamlı. P&G keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sən də sına. Həyatını maksimum yaşayan azərbaycanlıların ən son düşündüyü şey kəpəkdir. Buna görə də onlar Head & Shoulders istifadə edirlər. Dermatoloqlar tərəfindən tövsiyə olunur və kəpəyi 100% qədər yox edir. Sübutu budur. Buna görə də onlar Head & Shoulders istifadə edirlər. Dermatoloqlar tərəfindən kəpəksiz. Özün sına və şahidi ol. Head & Shoulders. Həyatı 100% yaşa. Head & Shoulders 600 ml indi daha da sərfəlidir. Hər qablaşmada 200 ml hədiyyə. Performans idi. Aferin. Çox təşəkkürlər canım. İndi səhnədə daha təcrübəli görünürsən. Amma inan ki, hər çıxışımda dizlərim əsir. Xüsusilə də həmin o günlər. Əvvəl məndə də elə idi. İndi isə özümə tam əminəm. Always Ultra. Məndə isə budur. Gəl müqayisə edək. Always Ultra supergel texnologiyası sayəsində mayəni 2 dəfə daha yaxşı özündə saxlayır. Wow. Always saniyələr içində hop durur, saatlarla qoruyur. P&G keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan xanımları sınayır. Sən də sına. Çay diyarı Lənkərandayıq. Salam əzizlərim. Salam. Ələşəniz. Bilirsiniz ki, çay içmək dişləri qaraldır. Doğrudan. Bəs neyniyək? Çaysız yaşamaq olar. Əlbəttə ki, olmaz. Andayıq. Salam əzizlərim. Amma gəl ələşəniz. Bilirsiniz dişlərinizi də bəyaz saxlayın. Necə? Gəlin bir yerdə yoxlayaq. Sıxılmış minə tozu dişi təmsil edir. Onlardan birini Blendamet məcunu ilə yuyuruq. Suda yaxalayırıq və hər ikisini çayın içinə salırıq. Baxın. Əla. Blendamet birinci gündən etibarən daha sağlam və güclü dişlər. P&G keyfiyyət sərfəlidir. Biz sınadıq. Azərbaycan sınayır. Sən də sına. Deyirlər gözəllik qurban tələb edir. Razısan Çinarə? Bəli, çox şey qurban veririk. Məsələn, saçlarımı tez-tez formaya salıram. Ona görə də saçlarım zədələnir, qırılır. Saçları formaya salarkən onları qırılıb tökülməkdən qorumaq mümkündür. Bantin
Pantin Pravi formulası saçları möhkəmləndirərək saç tökülməsini 3 dəfəyə qədər azaldır. Salam Çinarə, saçların güclü və sağlam görünür. Pantin sağ olsun. Pantin saç tökülməsinə qarşı kolleksiyası. 3 qat daha az saç tökülməsi. PNG, keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan sınayır. Sən də sın. Qarşı kolleksiyası. 3 qat daha az saç tökülməsi. PNG. Əla performans idi. Aferin. Çox təşəkkürlər canım. İndi səhnədə daha təcrübəli görünürsən. Amma inan ki, hər çıxışımda dizlərim əsir. Xüsusilə də həmin o günlər. Əvvəl məndə də elə idi. İndi isə özümə tam əminəm. Always Ultra. Məndə isə budur. Gəl müqayisə edək. Always Ultra supergel texnologiyası sayəsində mayəni 2 dəfə daha yaxşı özündə saxlayır. Wow. Always saniyələr içində hop durur, saatlarla qoruyur. PNG, keyfiyyət sərfəlidir. Mən sınadım. Azərbaycan xanımları sınayır. Sən də sına. Reklamlar bitti. Amma narda megabayt bitsə də pulsuz və limitsiz internet bitmir. Xəzərdən boylanacaq. Şəfəqləri gününüzə işıq saçacaq. Həftə içi 5 gün. Səhər saat 8-də xəbəri Xəzərdən qarşılayın. Baş sponsor New Holland, sponsor Masço Gaspardo təqdim edir. Bölgələrdə çəltik yığımı aparılır. Bu il məhsuldarlıq artıb. Bəs fermerləri narahat edən nədir? İlk baxışdan dekorativ gülə oxşasa da amarant həm də əvəzolunmaz yem bitkisidir. Bu bitki harda və necə becərilir? İlk baxışdan dekorativ gülə oxşasa da amarant həm də zoğal bağlarında qızğın iş gedir. Hər ağacdan 40-50 kiloqrama yaxın məhsul götürülür. Bu və digər xəbərlər bazar günü saat 14:25-də yaşıl ekran verilişində. Doğuş, uşaqları televiziyaya apardılar. Bizim uşaqlar televizyonda çalışmaya mı başladı? Ay, ne çalışma. Sen ne yapıyorsun? Geç kaldın yaşama. Övlad üzünə həsrət var. Unutmayın, efirə az qalıb. Qalanlar. Ailəsi tərəfindən imtina edilənlər. Doğuş bəyə məlumatlar çatdırılıb, Şahin. Fərhad, tələs. Haqsızlıqla üzləşənlər. Xəyanət qurbanları. Hüququ pozulanlar. Problemlərini özü həll etmək xəyanət qurbanları. Həftə içi hər gün saat 16:00-da Xoşqədəm Hidayət qızının təqdimatında Bizə Danış. Ailənizin kanalı Xəzər TV-də. Düşərgə iştirakçıları psixoloq təlimçi Orxan Oruç tərəfindən keçirilən manipulyasiya və ondan müdafiə, stres və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar, adaptasiya və sair təlimlərdə iştirak edib və bir sıra psixoloji oyunlara qatılıblar. Gündəlik metodlar, adaptasiya və sair təlimlərdə iştirak edib və bir sıra psixoloji oyunlara qatılıblar.
Sərsər Telekomun əməkdaşları tərəfindən həmrəylik düşərgəsi iştirakçılarına yanğından mühafizə təlimləri də keçirilib. Yanğın təhlükəsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri təlim iştirakçılarına izah olunub, xüsusi vasitələrdən istifadə qaydaları nümayiş etdirilib. Təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla keçirilən trening məşğələ uğurla başa çatıb. Təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla keçirilən trening məşğələ Tamaşaçılar, bir neçə dəqiqədən sonra asan xidmətlə Dövlət Sərhəd Xidmətinin əməkdaşları futbol oyunu oynayacaqlar və sözsüz ki, hər iki komanda qalib gəlmək üçün gəlib. Elə isə biz də nə edirik? Gedirik futbola. Yadda qalan günlərdən biri də asan könüllüləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə futbol oynamaları olur. Gərgin keçən oyunun qalibi Dövlət Sərhəd Xidmətinin əməkdaşları olur. Dövlət Sərhəd Xidmətinin zabitlərinin müşayiəti ilə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Böyük Vətən müharibəsi veteranları və qəhrəmancasına həlak olmuş ailələrə hər gün səfərlər təşkil olunub və silahlı qüvvələrin əsgər salamı qaydasında bu ailələrə ehtiram nümayiş etdirilib. Bu aksiyada əsas məqsəd hərbi və mülki cəmiyyətin birgə bu prosesdə iştirakı vasitəsilə bu kateqoriyadan olan ailələrə maddi və mənəvi diqqətin göstərilməsidir. Səmimi qeyd etmək lazımdır ki, Dövlət Sərhəd Xidmətinin zabitinin müşayiəti ilə təqdim edilən bu hədiyyələr çox böyük bir mənəvi dəstək kimi qəbul edilib. Yəni gördüyünüz kimi hal-hazırda Dövlət Sərhəd Xidmətinin əməkdaşları və asan xidmətin könüllüləri Lahıcda yaşayan şəhid ailələrinə hədiyyə verməyə gedirlər. Dövlət Sərhəd Xidmətinin əməkdaşı Kapitan Sultanov. Olar? Əziz valideynlər, yəni qeyd eləmək istəyirik ki, bu günlərim Dövlət Sərhəd Xidmətinin zabitləri və asan xidmətinin
Əziz valideynlər, könüllülər qeyd eləmək istəyirik ki, sizləri yad eləyir. Yəni, qeyd eləmək istəyirik ki, Azərbaycan üçün, vətənimiz üçün edilən hər hansısa bir yaxşılıq, hər hansısa bir qəhrəmanlıq unudulmur. Həmişə xatirəmizdədirlər, həmişə yaddaşlarımızdadırlar. Allah sizə dəyməsin, Allah sizin canınızı sağ eləsin. İnşallah Allah qismət eləsin. Bundan sonra da qapımıza gələk, tək xeyir işlər olsun gələk. Allah korusun. Allah korusun sizi bala. Allah saxlasın. Əziz tamaşaçılar, bir neçə dəqiqədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kinoloji Mərkəzinin xidməti itlərinin nümayişi göstəriləcək. Hazırsınız siz baxmağa? Eləsə, yoldaşlar, zəhmət olmasa ilk növbədə məlumat verərdiniz və ondan sonra başlayaq. Hal-hazırda Kinoloji Mərkəzin xidməti itləri nümayiş olunacaq. Onlarla axtarış həyata keçiriləcək. Axtarış birinci xüsusi hazırlanmış qutularda həyata keçiriləcək. Qutularda onların birində gizlədilib əvvəldən kokain adlı narkotik maddə. Onun axtarış həyata keçiriləcək. Növbəti mərhələdə nəqliyyat vasitəsində gizlənilib. Orada hal-hazırda o da əvvəlcədən gizlənilib. Sonra yerini biz dəyişə bilərik. Gerain adlı narkotik maddə. İndi onları axtarırıq. Bəli, bəli. Elə isə bir alqışlayaq. Və buyurun, itlər də gəlsin, biz baxaq. Diqqətlə fikir verin itə. Fikir verdiniz, əyləşdik. Məlumat üçün bildirim ki, bu it... Əziz tamaşaçılar, indi gördüyünüz kimi, yəni iti apardılar ki, it görməsin. İndi baxın, yeşiyin yerini dəyişirlər. Görək, it növbət dəfə gəlib tapa bilir, yoxsa tapa bilmir. Həqiqi əməliyyatda iştirak edib, narkotik maddə tapıb və bununla bağlı cinayət başlanılıb və həmin adamlar artıq məhkumdur. Baxın, yeşiyin yerini dəyişirlər. Görək, it növbət olublar.
bir neçə başqa epizodlar göstərəcək. Onlardan birisi ilk tərəfindən şəfafların seçilməsidir. Gördüyünüz kimi burada eyni materialdan, taxta materialından hazırlanmış əşyalardır. Nömrələniblər onlar. 5 dənə əşyadır. Sərhəd pozucusu onların birisinə toxunubdur. Və bizdə də sərhəd pozucusunun əşyası var. Biz ona məxsus iyi bilirik. Bu nə üçün lazımdır? Olur ki, sərhədi pozarkən sərhəd pozucuları hər hansı bir əşyanı onların üstündə tutub sübut olunmasın deyə üstlərindən atırlar. Bu silah ola bilər, narkotik maddələr, partlayıcı maddələr ola bilər və s. Qadağan olmuş əşyalar. Hal-hazırda bizə lazım olan əşya 9 nömrə altındadır. Təlim sərhəd pozucusu 9 nömrəli əşyaya əlini vurubdur. Şimdi biz də onu ilədəcəyik, onun iyini və çalışacaq, onu aşkar edirik. Şimdi biz də onu ilədəcəyik, onun iyini. Yəni görürsünüz, it bağlı deyil, it açıq vəziyyətdədir. Bu əsas şərtlərdən biridir. Yəni bu nə deyir? O barədə məlumat verir ki, yəni it bağlı deyil, it açıq vəziyyətdədir. Bu komandalarla hərəkəti həyata keçirdir. Öz başına heç bir hərəkət etmir. Yəni əgər sərhəd pozucusu bizə təslim olursa, əllərini qaldırırsa, təbii ki, biz ona qarşı ya silah işlətmirik və yaxud da xidmətlikdən istifadə etmirik. Ancaq sərhəd pozucusu bizə müqavimət göstərməyə cəhd göstərərsə, təbii ki, biz onu bu və ya digər üsullarla zərərsizləşdirəcəyik. İndi xüsusi kostyum giyinmiş təlim sərhəd pozucusudur qarşınızda. Görürsünüz, o iti qızışdıracaq. Ancaq it tam sərhədçinin komandasını gözləyir. Təmkinlə, səbirlə. Başla. Silahını əlindən alırıq və onu müşahidə edirik. Müşahidə zamanı əgər o bir də təkrar cəhd göstərərsə, Asan könüllüləri asudə vaxtlarında bax belə bir rəqslə məşğuldurlar. Daha doğrusu müəllimlər rəqs öyrədirlər. Sadəcə olaraq düşərgənin yekununda gözəl bir rəqs ortaya çıxmalıdır və daha doğrusu müəllimlər rəqs öyrədirlər. Sadəcə olaraq düşərgənin konsert günündə asan könüllüləri rəqs edəcəklər və görək nəyi yarada biliblər. Salam aleyküm müəllim, necəsiz? Salam Məcid, sinirsiz. Sağ ol, yaxşı olasınız. Biz bilmək istəyirik ki, nə rəqsi öyrədirsiniz uşaqlara və təxminən neçə günə nəyi öyrənə biləcəklər? Bizim indi hal-hazırda keçdiyimiz salsa rəqsidir. Nə rəqsi? Salsa.
Salsa. Bəli, bu Kuban rəqsidir. Biz elə qərara gəldik ki, bu ən asan rəqslərindən biridir deyənə. Ona görə yəni ki, bu qısa müddətdə bunu daha yəni ki, önəmli olar keçmək, nəinki başqa rəqsdə, çünki başqa rəqsdə biraz çətindir. Ona görə biz çalışaraq bu 5 gündə uşaqlarla müəyyən kompozisiya quraq və axırda nümunəvi bir rəqs göstərək. Nümunəvi rəqs. İnşallah yəni fikirləşirsiniz bu sona, yekuna qədər nəsə bir şey alınacaq. Mütləq çünki uşaqlar görürəm çox yəni ki, belə istedadlı demək olar ki, uşaqlardır, tez götürürlər. Amma ki, biraz işləmək lazım, praktika lazım. Elə isə sizə uğurlar. Çox sağ olun. Belə istedadlı demək olar ki, uşaqlardır, tez götürürlər. 1, 2, 3 və 1, 2, 3. Attım nə qədər istiyorsa. Geceniz xeyrə qalsın. Sağ ol! Sola, dön. Sağdan addımla, marş.